Dövlət Film Fondunda xalq artisti Ofeliya Sənaninin 85 illik yubiley tədbiri keçirilib. Ofeliya Hacıağa qızı Sənani 1941-ci il mayın 26-sında Bakı şəhərində anadan olub. Hələ məktəb illərində sənətə və efir mühitinə böyük maraq göstərən Ofeliya xanım 1959-cu ildə 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. Daha sonra indiki Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində ali təhsil alıb. Güclü diksiya, aydın nitq və emosional təqdimat tərzi onu efirin seçilən simalarından birinə çevirib. 1975-ci ildən Azərbaycan televiziyasında diktor kimi fəaliyyət göstərməyə başlayan Ofeliya Sənani 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb. Ofeliya Sənani uzun illər Azərbaycan Film Kino Studiyasının dublyaj şöbəsində də çalışıb. Dublyaj fəaliyyəti ilə yanaşı Ofeliya xanım bir sıra bədii və televiziya filmlərində aktrisa kimi də çıxış edib. Dağlarda döyüş, Sahil bağı, O qızı tapın, Ulduzlar sönmür, Mücrü və Bakı bulvarı kimi ekran əsərlərində yaratdığı obrazlar onun aktyorluq bacarığını da nümayiş etdirib. Ofeliya Sənani 1975-ci ildə Azərbaycan Milli Televiziyasının inkişafındakı xidmətlərinə görə əməkdar artist, 1991-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ona fərdi təqaüd verilib. Uğurlar diləyirəm sizin hamınıza uzun ömür arzulayıram. Mənim kimi gəlin çatın və uğurlar qazanın həmişə işinizdə. Əsas odur ki, əminamanlı olsun və həmişə səhər duranda sevinək ki, şükür Allaha sakitlikdir, əminamanlıqdır, havamız da gözəldir. Son günlər o axır ki, yaşa dolduqca çox sevirəm ki, hamı ətrafımda olsun. Hamını görüb. Ofeliya xanım televiziyada bir hadisədir. Əlbəttə ki, böyük bir şərəfdir ki, onunla mən illər boyu birlikdə çiyin-çiyinə çalışmışıq. Sizin onun bioqrafiyasına nəzər salsanız, görərsiniz ki, o hələ orta məktəbdə oxuyarkən radioya gəlib. Və o studiyada, o mikrofon qarşısında biraz vaxt olanda orada hazırlaşıb, universitetə daxil olub. Ondan sonra yenə həm çalışıb, televiziyada, dublajda. Ofeliya xanım televiziya üçün, ümumiyyətlə televiziya inkişafında xidmətlərinə görə bir diktor kimi əvəz olunmaz bir insandır. Ofeliya xanım Sənani diktorla yanaşı, o filmlərə də çox çəkilib. Bir çox filmlərin dublajlarında iştirak edib. Həm Sovet, həm xarici, həm Azərbaycan filmlərinin. Bu haqda söhbət olacaq, fragmentlər göstəriləcək. Vaxtı ilə çəkildiyi filmlər nümayiş olunacaq. Yəni gecə tam şəkildə Ofeliya xanıma həsr olunur. Dəyərli Ofeliya xanımı biz də ürəkdən təbrik edirik. Uzun və sağlıqlı həyat arzulayırıq.